Bura Qərbi Afrikanın ən kasıb ölkələrindən biri. Sierra Leone'dur. Burada günəş batandan sonra həyat donur, xüsusilə də uşaqlar üçün. Çünki ucqar kəndlərdə evlərin 5%-dən də azında elektrik enerjisi var. Milyonlarla uşaq gecələr dərslərini oxumaq üçün kerosin lampalarına və ya şamlara məhkumdur. Həmin o lampalar ki, təkcə gözləri kor etmir, həm də hər nəfəsdə uşaqların ciyərlərini zəhərləyir, hər an evi yandırmaq təhlükəsi daşıyır. Qaranlıq bütöv bir nəslin gələcəyini oğurluyur. Amma Bo şəhərində bu qaranlığa meydan oxuyan bir innovator var. Peter George. Ölkə hər il 130 min tondan çox plastik tullantı istehsal edir və ekoloji fəlakətlə üz-üzədir. Peter isə bu çirkliliyin içində başqa bir şey gördü. Fürsət. O, plastik tullantıları və atılmış köhnə kompüterlərin, radioların hissələrini toplayaraq onları sehirli bir vasitəyə çevirməyə başladı. Biz bu layihəyə başlayanda əsas məqsədimiz ucqar kəndlərdə və elektrik şəbəkəsindən kənarda yaşayan tələbələrin, məktəblilərin təhsil keyfiyyətini artırmaq idi. Çünki işıq olmayan yerlərdə uşaqlar hava qaralandan sonra dərslərini oxuya bilmirlər. Mən şəxsən öz gözlərimlə şahid olmuşam ki, məhrumiyyətlər içində yaşayan kənd icmalarındakı uşaqlar gecələr oxumaq üçün etibarlı işıq sistemindən necə məhrumdular. Mən zibili bir fürsətə çevirməyə çalışıram. Tullantıları elə etibarlı bir sistemə çevirirəm ki, o, eyni anda həm təhsil problemlərini, həm iqlim dəyişikliyini, həm də ətraf mühitin çirklənməsini həll edə bilsin. Texniki tərəfdən hər bir çanta çox sadə, lakin effektiv bir sistemlə təchiz olunub. Biz burada çantaların tikilişində yerli sənətkarlıqla müasir texnologiyanı birləşdiririk. Çantaların parçasını yerli toxuculardan alırıq. Sonra isə emalatxanada üzərinə günəş panellərini montaj edirik. Sistem bura yerləşdirilən bateriya bloku vasitəsilə işləyir. Biz bura batareyaların doldurma və gərginlik səviyyələrini xüsusi multimetrlərlə tək-tək yoxlayırıq ki, uşaqlar üçün tam təhlükəsizlik olsun. Həmçinin hər bir çantaya xüsusi LED lampa qoşulur. Lampanın işığı uşaqların gözünü yormayacaq şəkildə nizamlanıb və bir neçə saat fasiləsiz işıqlandırma təmin edə bilər. Gündüzlər məktəb yolunda günəşlə dolan bu çantalar gecələr evlərdə düz 9 saat ərzində fasiləsiz işıq paylayır. Bu, xırda toxunuş bütöv bir ölkənin həm təbiətini tullantılardan xilas edir, həm də gələcəyini aydınladır.